Hər birinizi salamlayıram, əziz abituriyentlər. Bugünkü mövzumuz, yəni 11-ci sinif buraxılış imtahan sualları haqqında olacaq. Birinci sınavımızdan başlayaq. Deməli, birinci sualımızda nə deyir? Deyir ki, deməli 4 rəqəmli ədəddir. A 43 B. Deyir 45-ə tam bölünür. 45-ə bölünməsi üçün axırıncı rəqəmi 5-ə bölünməlidir və rəqəmlərin cəmi 9-a bölünməlidir. B-yə də 5-ə bölünməsi üçün 0 olmalıdır, bir də 5 olmalıdır. Və bu cəmi tapaq. A plus bu 7 eləyir. B-yə 0 versəm, yoxlayaq. A-ya hansı qiymət verə bilərəm ki, 9-a bölünürsün? A-ya 2 verəcəm. Deməli, ödədir. Başqa qiymətləri də ödəmir. 9-a 2 qiymət verəndə ödəmir. Və digər tərəfdən yoxlayaq. A plus 7, bir də plus 5. 5 qiymət versəm, baxaq bu 12-dir. 12-nin üstünə nəsə gələrəm? 3-ə bölünər. Və bu oldu 6. Aya da 6 verərəm. Deməli, 18 olur. 18 də 9-a bölünür. Hansı ədədlərdir? Deməli, bu cəmi istəyir. Deməli, A, B0, 5 plus A2, bir də A8. Bu cəmi istəyir. Bu da cəm, üzr istəyirəm, 6-dır. 8 yox, 6. Bu da olacaq 13. Cavab B bəndi. Digər tərəfdən yoxlayaq. İkinci sualımıza baxaq. İkinci sualımızda deyir ki, 75-ə, yəni 5 rəqəmli ədəddir, 124 x, y, 75-ə tam bölünür. 75-ə bölünməsi üçün nə olmalıdır? Ya 25-ə bölünməlidir, 25-ə 3-ə bölünməlidir. Və yaxud da 15-ə 5-ə bölünməlidir. 25-ə 3-ə bölünmək daha rahat olduğuna görə, çünki 25-ə bölünməsi üçün şərtlər var. Axırıncı rəqəmə 0 olmalıdır, 5 olmalıdır, 50 olmalıdır və də 25 olmalıdır. Bu 25-ə 5-ə bölünür, 25-ə bölünür. İndi bunlardan da yoxlayırıq. Hansılar? Bir də rəqəmlərin cəmi 3-ə deməli 3-ə bölünməsi üçün də rəqəmlərin cəmi 3-ə bölünməlidir. Baxaq, bu neçədir? 6, 7. 7 3-ə bölünmür. Birinci də getdi. Burada da 7 yazsaq 12 bu bölünür. Deməli bu x, y bu ola bilər. Burada da yoxlayırıq. 7 üstə 7. 14 3-ə bölünmür. Bir dənə ədəd qaldı. 5, 0. Yəni İkisi də ola bilər. X, Y yerini dəyişirik, fərqi yoxdur. Bu da cəm nə olacaq? A bəndi ödəyəcək. Növbəti sualımıza baxaq. Üçüncü sualımızda. Deyir ki, Bob AB 36 şərtini ödəyən, A plus B cəmi verib 288. Ödəyən neçə AB natural ədədi var? Deməli, bu nə deməkdir? A-nın qiyməti nə olmalıdır ki, 36K olacaq. Tutaq ki, B-də da olacaq, 36Z olacaq. Gətirib yerinə yazaq. Bob 36K, bir də 36Z bərabərdir. 36 olar ki, ikisində də orta vuruq nədir? 36-dır. A-mızın qiyməti oldu 36K, B-miz də oldu 36Z. İndi yerinə yazaq A ilə B-nin qiymətini. 36K plus 36Z bərabərdir 288. 36-nı çıxarsaq mütərizə qağızına K plus Z qalacaq 288. K plus Z-i tapaq. 288-i də 36-ya bölməliyik. 36-ya. Deməli, neçə olacaq? 8 olacaq. Və hansı şərtlər var?
K-nın 1 qiyməti, Z-in 8 qiyməti, K-nın 2 qiyməti, Z-in üzr istəyirəm, bu 7-dir. 6 qiyməti, K-nın 3 qiyməti, Z-in 5 qiyməti, K-nın 4 qiyməti, Z-in 4 qiyməti. Bu ardıcıllarla gedir K-nın 7, Z-in 1 qiymətinə. İndi burada baxaq ki, AB natural adlar cütü var. Neçə dənə? Fikir versəz, K-ya 1 versəm əgər, A bərabərdir nə olur? 36K, 36 vursun 1. B bərabərdir 36 vursun neçə olacaq? 7. Oldu 36. Burada da olacaq. 36'nı 7'ye vuracaq. 36 vur 7. 252. 252. 252'nin içində də 36 olduğuna görə bu şərt ödəyir. Yəni bu 252 36'ya bölünür. Onda orta vuruq. Bu 36 olacaq. Deməli hansı şərt var? Bu birinci. Bu burada ödəyəcək. Digər tərəfdən A bərabərdir. K-ya 2 versəm 36 vursun 2 bərabərdir. 36 vursun 6 olacaq. Burada 72 bu hasildə yenə də bölünür. 36'nı da 6'ya vursaq 36 vurulsun 6'ya 216. 216 da 216 da bölünür 72. Bölündüyünə görə burada əbob 72 alınır. Bunlar ödəməz. Və bir dənə də burada bu şərt var. A bərabərdir 36 vurulsun 7, B bərabərdir 36 vurulsun 1. Bu olacaq 36, bu da olacaq yəni də 252. Burada neçə hal var? 2 hal var. Bu qaydanı yazacaqsınız. Keçək növbəti sualımıza. Növbəti sualımızda nədir? 4-cü sualımız. Deyir ki, 720 ədədini 7, 8, 9'un nisbətinə bölün. Ne necə burada? 720'ni bu cəmə böləcək. Bunların cəmi nə qədər elə? 15, o da 9, 24. 24'ə bölməliyik, bir hissəsini tapmalıyıq. Bu da neçə edir? 30. Və nisbətə bölün. Bunlara bir vuracaq. 7 vursun 30, 210. 7, 8 vursun 30, 240. Bir de 9 vursun 30, 270. Bu da hansılarda var? A bəndində. Bu qədər rahat. Keçdik 5-ci suala. 5-ci sualda nə deyir? 5-ci sualda deyir ki, yağlığı 3% olan 7 litr südlə yağlığı 6% olan 3 litr südü qarışdırdıqda alınan südün yağlı faizini tapın. Tutaq ki, belə bir qablar götürürük. 7 litrdir 3% yağdır. Və götürürük digər qabda da 3 litrdir 6% yağdır. Bunları qarışdırıram. Qarışdırandan sonra məhlul alınır 10 litr, amma faizi qarışır bir-birinə, tapa bilmirəm. Burada qarışacaq, faiz dəyişəcək. Ona görə də bunun 7 vurulsun 3 ədədin faizini tapırıq da. Bir də 3 vurulsun 6 bölünsün 100 bərabərdir. 10 vurulsun x bölünsün 100. Bu olacaq 100'də neçə? Bu 21 plus 18 bərabərdir 100'də 10x. Məxrəcələr bərabərsə sürətlər də bərabərdir. 39 bərabərdir 10x. X də bərabərdir 3,9. Cavab cəbənd. Digər tərəfdən yoxlayaq. Neçənci sual qalmışdı? 6-cı sual. Altıncı sualda deyir ki, hansı bərabərlik doğru deyil?
Burada bir neçə şərtlər var. Birini yoxlayaq. Yoxlayaq birincisini. Tutaq ki, belə deyək. A bölünsün B tənasibdir də. Bir də C bölünsün D. Bunların hər tərəfinə eyni ədəd gəlib və yaxud da çıxa bilərəm. Yoxlayaq. Orta mərhəz tapdım B, A minus B bərabərdir C minus D bölünsün D. Və gördünüz ki, burada C minus B var. Bu doğru deyil. Bu olmaz. Bu şərti ödəmədi. Bu C minus D olmalıdır. Bunu silək. Digər tərəfdən bunu yoxlayaq. Bunu yoxlamaq üçün bunu ən rahat yolu çarpazdır. AD plus CD çarpaz vururam. Birbaşa yazıram. BC plus CD. Və bunlar islah olunanda AD bərabər nədir? BC. Və gördüyünüz kimi bunu çarpaz vuranda bu alınır. Bu doğrudur. Keçirik buna. Burada niyə? Biraz qarışıqdır. Bunu nə edəcək? Belə yazaq. A bölünsün. A bölünsün. Belə yazaq. MA plus NB bölünsün. PA vurulsun QB. Bərabərdir MC plus ND bölünsün. PC plus QD. Burada nə edə bilərik? Çarpazla vurub aça bilərik. Rahat yol belə də yaza bilərik. Tutaq ki, A bölünsün B nəyə bərabərdir? C bölünsün D-yə. Düzdür. Bunun hər tərəfini bir K ədədinə vura bilərəm. Vurdum. Bəli. İndi A-mız nədir? CK-dır. Gətirib yerinə yazırıq. M vurulsun A-nın yerinə CK plus N vurulsun B-nin yerinə də DK yazıram. Bölünsün P A-nın yerinə CK D B-nin yerinə də DK. Burada Q'dur. Q DK bərabərdir. MC plus ND bölünsün PC plus QD. Və buradan nələri çıxararıq biz? K'ları çıxara bilərik. K'ları çıxarsam nə qalacaq? MC plus ND. Burada da K'ları çıxarsam PC plus QD. Və MC plus ND PC plus QD alınır. Bu K'lar ixtisar gedir və yaxud da gördüyünüz kimi, yəni bunun sürət məxrəci eyni bir natural ədədə vursa və bölsə, yəni bu alınacaq. Və gördüyünüz kimi bunlar ixtisar gedir, bu alınır. Deməli bu da doğrudur. Keçirik 5-ə. 5-ə baxırıq. 5-də bunu silək. Bunu da digər bunu necə eləmişdi? İkincisi, onu da həmin qaydanı yazsa daha yaxşı olar. Yazıram A üstün C üstün bərabərdir. A üstün C üstün plus B üstün C üstün. Bunlar çarpaz vuranda belə. A üstün C üstün plus D üstün A üstün. Düzdür. Baxaq. Görə burada tənasiblik alınır yoxsa yox. İslah olunanlar var. Bunlar islah olundu. Qaldı nə? B üstün vursun C üstün. Bərabərdir. D üstün vursun A üstün. Burada da AD var. AD. Yəni bunu A üstün, B üstün, C üstün, D üstün kimi yazsam,
bu ifadə alınacaq. Deməli, bu doğrudur. İndi qalacaq bu. Bunu da atsaq. Bunu silək. Deməli, 5 doğrudur. Keçirik 4-ə baxarıq. Bunu da çarpaz vursa ən yaxşı yolu. A plus B-ni vuraram. C plus D-yə bərabərdir. C minus D-ni vuraram. A minus B. Bunları açıram. AC plus AD plus BC plus BD. CA minus CB minus DA plus BD. Bunları aparaq. Görək nə qalmır. CA deməli. CA'lar da getdi. AD qaldı. AD BCD deməli AD 2 dənə AD bərabərdir mənfi 2 dənə BC olacaq. Yəni bu ödəməyəcək mənfi aldığına görə. Qaldı bu 4-də ödəmədi. Nə olacaq cavab? C bəndi. Özür istəyirəm, C bəndi yox. Çünki 1 ilə 4-dür A bəndi. Növbəti sualımıza keçək. 6, bu da 7-ci sual. Yeddinci sualda deyir ki, ifadəni sadələşdir. X böyükdür 2-dən, böyük bərabər 2-dən. Deməli, böyük bərabər olduğuna görə bu şərt müsbət olacaq. İndi burada nə var? Kök altında 2x plus 2 vurulsun. Bunun açılışı nədir? X minus 2, x plus 2. İndi fikir verək, bu vurğuların kvadratları cəmi görə bu verir. X minus 2-nin kvadratı plus x plus 2-nin kvadratı. Kök altında, üzr istəyirəm, bunlar kökdədir. Kvadratlar 2x verməlidir. Əgər versə, deməli, bundan kök ala bilərik. Bu olacaq x minus 2, burada olacaq x plus 2 bərabərdir. Və bunlar islah olunur, 2x ödəyir. Onu da belə yazacaq. Bunun bir həddi olacaq x minus 2 kök altında plus x plus 2 kök altında deməli. Kök altında. Və bunun, yəni belədir, bunun açılışı belədir. Kök altında ümumi kökdür, bir də kök altında x minus 2-nin kvadratı minus plusdur. 2 vursun kökdə x minus 2. Bir də, indi bunu əvvəldə də yaza bilərik. Bunu plus yazaq, bunu bir də bunu yazaq. Kök altında x plus 2 plus kökdə x minus 2-nin kvadratı. Budur. Bu da nədir? X plus 2 kök altında plus x minus 2 kök altında. Bunun kvadratı ümumi kökdür. Bu kök kvadratı aparır. X plus 2 kökdə minus plus kökdə x minus 2. Bu qalır. Orada haradadır? Y bəndində. Digər sualımıza baxaq. Digər sualımız olacaq 8. Səkkizinci sualımız deyir ki, AB ədədinin rəqəmlərin cəmi, A ədədinin rəqəmlərin cəmi. A-nın rəqəmlərin cəmi 31-ə. B-nin rəqəmlərin cəmi 48. 48-dir. Deyir ki, bu ədədlərin 9-a bölməsi alınan qalığı tapın. Bunu birbaşa vurmaq biraz uzun olduğuna görə bunu 31-i 9-a bölərək alınan qalığı taparıq.
Neçə? 3, 90, 27, 4. 3 dəfə bölünür. Qalıq 4. Bunu yadda saxlayaq. Bir də 48-i bölərik 9-a. 9, 5-in 45. Qalıq da 3. Bunu yadda saxlayaq. Və bu qalıqları gətirib burada yerinə yazaq. 5 vurulsun 4. Düz 7 vurulsun 3. Bundan alınan hissəni 9-a bölərik. Qalığı tapa bilərik. 20, o da 20. 5 dönə 20. 7 üçün 21. 41. 41-i də 9-a bölərik. 9, 4'ün 36, qalıq da 5 cavab A-bəndi. Növbəti sualımıza baxaq. Neçənci sualda qaldıq? Deməli, 9-cu sual. 9-cu sualda deyir ki, şimdi bunu keçək. Düz yerə düşmədi. Yox. İndi yoxlayaq. Nasıl? Deməli, deyir ki, bu məxrəzi 1176 olan düzgün kəsirlərdən ixtisar olunanların sayını tapın. İxtisar olunmayanların sayı üçün düsturlarımız necədir? A bərabərdir. İxtisar olunmayanların sayını tapaq. Tutaq ki, bu ədəddir. Bunu yazaq. X ədədi. İxtisar olunmayanlarını tapıram. İxtisar olunmayan. A vurulsun 1 minus 1 bölünsün A. Vurulsun 1 minus 1 bölünsün B. Bu qayda davam edir. 1 bölünsün C. Şimdi baxaq da neçə dağılır. Sadə vuruqları ayıraq. Sadə vuruqları ayıraq. Görək neçə edir. 1176-nı bölərik 2-yə. 588, bu da 2'ye bölünür, cüddür. Bunu da böyle 2'ye. 294, bu da cüddür 2'ye bölünür. Böler 2'ye. 147. Bu cəm 7, 5, bu 3'e bölünür. 49, 7'ye bölünür. 7, 7'ye bir dəfə. Və bu necədir? 2 üstü 3 vursun 3 üstü 1 vursun 7 üstü 2 yazmalıyıq bunu. Yazandan sonra ümumi ədədimiz neçədir? 1176 vurulsun 1 minus bu A, bu ad, bu ad, bu B'dir. Bu bura, bulardır. Yazıram 1 bölünsün 2. 1 minus 1 bölünsün 3. 1 minus 1 bölünsün 7. Yazandan sonra 1176 vurulsun 2'de 1 vurulsun 3'de 2 vurulsun 7'de 6. İndi baxaq. Bu hasilə baxaq. Bunlar ixtisar gedir. Bunlar ixtisar gedir. 6 qalır 7'de 2. 1176'nı bölərəm 7'yə. Vuraram 2'yə. Edir 336. 336. Və deyir ki, düzgün kəsirlərdən məxrəci 1176. 1176 olsa, üstdən bir dənə əski olacaq. 1176-da 1175. Bunlar düzgün kəsir olacaq. 1175-dən çıxaram 336. 1175-dən çıxaram 336. Olacaq 839. Cavab C-bəndi. Keçirik növbəti sualımıza. Növbəti sualımız 10-cu sual. 10-cu sualımız nədir? Deyir ki, ədədlərlə tərs mütənasib hissələr bölün. Deməli, bunların tərs mütənasib hissələri nədir? 2-də 1-dir.
3'də 1'dir, 4'də 1'dir. İndi bunların orta məxrəcini tapıb bundan düz mütənasib hissə quraq bir dənə. 12. 2'də 1'ə vuranda 6. 3'də 1'ə vuranda 4. 4'də 1'ə vuranda 3. Bunun düz mütənasib hissəsi alındı. Və bu cəmdə neçə edir? 13 edir. İndi 26'nı bölsəm 13'ə 2. Alınır 2'ni və bu ikinci aldığımız hissələri vurmalıyıq. 2'yə vursam olacaq 12. 2'yə vursam olacaq 8. 2'yə vursam 6. Bunun tərs mütənasib hissəsi olacaq. Yəni bu cür rahat tapa bilərsiniz. Keçirik növbəti sualımıza. Deyir ki, burada bunu kəsməyə ehtiyac yoxdur. Burada deyirəm ki, irrasional ifadələri, irrasional ədəd yox, ifadə. İfadə deyirsə, kökaltı ifadələrin irrasionallığına baxıram. Bu buradadır, budur, buradadır, budur. Burada modul olduğuna görə bunu çıxıram. Qaldı orada 3, 5. Cavab B bəndi. Keçirəm növbətiyə. Növbəti sualımız 12'dir. Burada hesablama lazımdır. Bunu çıxardaq buradan. Ne edəcək burada? Bunu yazaq. A bərabərdir. İkinci dərəcədə. Yəni kök altında 3. B bərabərdir. Üçüncü dərəcədən 4. C bərabərdir. Dördüncü dərəcədən 5. Bu dərəcələri bərabərləşdirir. Neçə olacaq? 12. A bərabərdir. Bu olacaq 12-ci dərəcədən 3 üstü neçə? 6. 2'ye bölürəm 6. Bunu yazıram onun üstünə də. B bərabərdir. 12-ci dərəcədən 4 üstü 4. C bərabərdir. 12-ci dərəcədən 5 üstü 3. Böyləcə 125. Böyləcə 4, 4, 16. 16'ın da 16, 256. Böyləcə 3 üstü 4, 81. 81'de 7'ye vuranda 7'ye üzr istəyirəm 9'a. 9, 8, 70, 729. Və indi dedik ki, bunu ədədləri müqayisə edir. Ən balacası C'dir. Ondan sonra böyücü B'dir. Ondan sonra da A'dır. Ən böyüyü A'dır. Orada hansında cavab doğrudur? D bəndədir. Keçirik növbəti sualımız. Burada 13'də. Burada nə fikirləşirik? Ehtiyac yoxdur burada bunu çıxartmağa. İfadanın vurğu kök işarəsi altından çıxarım. Burada bunu belə yazarım. Kök altında mənfi x'in kvadratı vursun x. Bunu yazıram y üstü 3'ün kvadratı. Və bu kök altında müsbət olmalıdır. Y də burada müsbətdir. Deməli, bu y mənfidir ki, kök altını müsbət edib. Deməli, bundan çıxarıram, x çıxır, burada qalır mənfi x, birdən də y çıxır, y üstü 3, bu modulda olacaq, müsbətdir. Bir də bu qaldı. İndi burada x mənfi olduğuna görə, qabağına, qarşısına mənfi yazıram. Yəni, mənfini 3-cü dərəcədən kökə salsam, bu əvvəlki ifadə alınacaq. Orada hansı variantdadır? A bəndində. 14'də deyir ki, dərəcəsini tapın. Birinci bu oxşarlara baxaq. Oxşarlar hansılardır? Bunlar oxşardır. Bunlar oxşardır. Bunlar getdi, islah olundu, 0 oldu. Nə qaldı burada? Başqa. Və indi bu ədədlər, yəni bunların da oxşarı yoxdur. Bunların dərəcəsinə baxırıq. 5, 6, 11'dir. Burada 6, burada 7'dir. Burada da 6, 7. Deyir, dərəcəsi ən böyük dərəcə olan hansıdır? 11'dir. Bunun dərəcəsi olacaq 11. Sonra burada hesablama lazım olacaq. Bunu çıxartmalıyıq buradan. Deməli, deyir ki, kəsim tam ədəd olması üçün onun ala biləcəyi natural qiymətlərin cəmini tapın. Bunu belə yazaq. 5 vurulsun 4, ikisində də 5 var. N plus 5 vurulsun 6. Çünki 4 vurğu yaradım burada ona görə. 4n minus 3.
bərabərdir. Bunu yazaq. 5'i çıxarsam nə qalacaq? 4m plus 6 bölünsün 4m minus 3. Buradan yazsam 5 4m minus 3 plus 9 yazıram ki bu 6 alınsın burada. Deməli. Yəni dəyişmədi də bunu belə yazdım. 6 da elə. Sadəcə məxrəcə uyğunlaşdırıram. 5 qaldı m minus 3 plus bir də 5 vurulsun 9 bölünsün 4m minus 3. Və bunları hər tərəfin 4m minus 3'ə bölsəm qalacaq 5 plus 45 bölünsün 4m minus 3. Və nə edəcəm? 45'in vurğularını yazacağım. 1'dir, 3'dür, 9'dur, 5'dir, 9'dur, 15'dir, bir də 45'dir. Deyir ki, kəsirin tam ədəd olması n'in ala biləcək natural qiymətidir. Bizə burada natural lazımdır. Bizə mənfiləri götürmürük. Bunun vurğuları mənfi 1-də var, mənfi 3'də var, mənfi 5'də bu qayda ilə 45'ə kimi davam edir. Yazırıq 4m minus 3 bərabərdir 1. 4m bərabərdir 4, n oldu 1. Deməli, burada ödədi. N'in bir qiyməti. Sonra 4m minus 3 bərabərdir 3. 4m bərabərdir 6, n oldu 1,5 olmaz. Digər tərəfdən 4m minus 3 bərabərdir 5. 4m bərabərdir 8, n oldu 2. Ödədi. Sonra 4m minus 3 bərabərdir 9, 4m bərabərdir 12, n oldu 3. Bu da ödədi. 4m minus 3 bərabərdir 15, 15 daha. 4m bərabərdir 18, n bərabərdir 4,2, 4,5 bu da olmaz. 4n minus 3 bərabərdir 45, 4n bərabərdir 48, n də oldu 12. Bu da ödədi. Deməli, hansılardadır? Cəmini istəyir. 1'dir, 2'dir, 3'dür, bir də 12'dir. Bu neçə elədi? 6, bu da 12, 18. Keçirik növbəti sualımıza. Növbəti sualımızda deyir ki, baxaq növbəti sualımıza. Bunu da hesablamalıyıq. Ona görə çıxartdım. Deməli, ədədlərin rəqəmləri üçün fikir versəz, bu ifadədə qiymətini tapın. Gördüyünüz kimi, burada m'lər bərabərdir. Haçan olur? 5 vuruğu olanda. Üçündə də 5 var. 5 var. Burada 2'dir. Burada 4'dür. Burada da 3'dür. Şu hazır. Gətirib yerinə yazırıq. A'mız 3, B'miz 2, C'miz də 5. Səhv eləmədi? Yox, 4. 4 və bu cəmi vuruğumuz neçədir? M'imiz də 5'dir. 6, 3, 9, 5'ə vuranda 45. Keçirik növbəti sualımıza. Növbəti sualımız nədir? Növbəti sualımız 17-ci. Burada deyir ki, məxrəci 1960-ın düzgün kəsənin sonlu onlu kəsişlərini göstərilə bilənlərin sayını tapın. Burada da 1960'ı sadə vuruqlara ayıracaq. Birinci. 2'ye bölünür çünki cütdür. 1960'ı bölə 2'ye. 980 bu da cütdür 2'ye bölünür. 490 bu da cütdür 2'ye bölünür. 245 bu görə 2'ye bölünmür. 3'ə 6, 5, 3'ə bölünmür. 5'ə bölürük. Böləcək 5'ə. 49, 7, 7'yə bir dəfə. İndi deyək, sonlu onlu kəsişini göstərməsi üçün nə etmək lazımdır? Bu 2, 5 vuruqlar lazımdır bizə. Vur 8, vursun 5, 40 dənədir. Düzdür. Burada düzgün kəsir
sözün istədiyinə görə, düzgün kəsir istədiyinə görə məxrəci 1960-da 1959 olacaqdır. Yəni bir dənə əski. Burada ona görə də 40-dan da 1 çıxaram, nə qalacaq? 39. Bu da sonluq onluq kəsir şəklində göstərilənin sayıdır. Ümumiyyətlə 1500 bursların çıxıb da bunu yazmaq olar. Yəni bunu 2-5 vurğularına ibarət olanlardan çıxarın biri cavabımızı alacaq. Keçirik növbəti sualımıza. Növbəti sualımız hansıdır? Deyir ki, bu 18. Bunu çıxardaq. Deyir 15 traktor bir sahəni 8 günə şumlayır. 6 günə şumlamaq üçün traktorların sayı nə qədərdir? Fikir versəz, əgər günlərin sayı azalırsa iş prosesində, burada traktorların sayı çoxalmalıdır ki, gün aşağı düşsün. Acı bir iş görürsünüz, işdə tək adam görürsə yorulur. Amma çox adam olanda, yəni işi daha tez yerinə yetirir. Ona görə burada tərs mütənasibliyi var. Biri azalanda biri çoxalmalıdır. Bunları düz vurmalıyıq. Bunlar olacaq 6x bərabər 15 vursun 8. Bunlar ixtisarları aparırıq. 3 burada qalır 5, burada qalır 2. 2 ilə də 8, 4. X oldu 20. Bu qaydayla yaza bilərsin. Deməli 20 traktor lazımdır 6 günə şumlamaq üçün. Buradan da bunu silək. Növbəti sualımız 19. 19'da deyir ki, 2 hissədən ibarət olan kitab, birinci hissə, ikinci hissə. Birinci hissədən 2 dəfə bahadır. Deməli, ibarət kitabın ikinci hissəsi birincidən 2 dəfə bahadır. Deməli, birinci x isə ikinci olacaq 2x. Sonra, birinci hissəni 30%, ikinci hissəni 60% bahalaşdıracaq. Birinci hissəni bahalaşdıracaq 30%. Olur 1,3x. Və ikinci hissəni də 60% bahalaşdıracağım. Yəni 2x vursun 60 bölünsün 100. 2x plus 1,2x olacaq 3,2x. Düz elədik. 2x vursun 6 1,2 düz. Deyir ki, ümumi qiyməti neçə faiz bahalaşacaq? Əvvəl neçə idi? 3x idi. Neçə faiz idi? 100%. İndi nə qədər olub cəmi? 4,5x neçə faiz? X faiz. Bunu tapaq. Çarpaz vuraq. X faiz yazmıyor. Y yazaq. Fərqli olsun. Və çarpaz vurandan sonra 3 bərabərdir 450. Y bərabərdir 150. İndi olub 150. Əvvəl 100 idi, indi olub 150. Nə qədər dəyişib? 50% artıb. Bunu bu cür yaza bilərsiniz. Keçirik növbəti sual. Növbəti sualımız 20-ci sualımızdır. 20-ci sualda nə deyir? Deyir ki, eynilik üçün AB hasını tapın. Deməli, birinci 4x minus 3 bölünsün x kvadratı minus 5x minus 6. Əslində bunun vurğuları belədir. X plus 1-dir, x minus 6-dır. Bunu vurub açsam, bu ifadə edəcək. İndi baxaq. 4x minus 3 bölünsün x kvadrat minus 5x minus 6 bərabərdir. Burada yazaq x plus 1, x minus 6. Bu hasildə x plus 1'ə bölsəm x minus 6 olacaq. A-nı vuraram x minus 6'ya plus b-ni də vuraram x plus 1'ə. Bunu açarım. Açandan sonra ax minus 6a plus bx plus b bölünsün x plus 1 x minus 6.
ve x olanları bir yere yağ. Şimdi ayrı yazaq. Ax plus bx göre düz yazdıq. 6'dır. X 6a bx bir de b. Bunu bir gruplaşdıraq. Plus buradan da plus yazmıyor. Minus yazaq. 6a plus minus b. Ötəzi xaricini çıxartdım. Bölünsün x plus 1. X minus 6. Fikir versəz bu buna bərabərdir. Buradan da çıxarıram. X'i çıxarıram. Ne qalır? A plus b. A plus b. Qıraqda yazıram bunu. X'i çıxarsam A plus b minus 6a minus b. Bu da nəyə bərabərdir? 4x minus 3'ə. Deməli, bu x'in qarşısında nə var? 4 var. O da nəyə bərabərdir? A plus b. Burada da bu da buna bərabərdir. Yəni 6a minus b bərabərdir 3'ə. 6a minus b bərabərdir 3'ə. Bunları tərəf-tərəfə toplayaq. Səhv eləmirəmsə, nəsə səhv eləmədiysə. Olacaq 7a bərabərdir 7. A oldu 1. A'mız 1'dirsə gətirib 1'i yerinə qoyaraq b'miz oldu 3. Nə istəyir? A, B, A'sını tapın. A, B. A 1'dir, B də 3'dür. A'sı da 4 ilə 3. Bu qaydanı yazırsınız. Keçək növbəti sualımıza. Növbəti sualımızda nə deyir bizə? Deyir ki, vurğu kök işarəsi altına daxil edin. Bu kökdə müsbət olmalıdır. Bu müsbətdir özü. Deməli, buradadır. Problem buradadır. Deməli, bu x nədir? Mənfidir. Kök işarəsi altına daxil edin. Burada mənfidirsə, x-i mənfini yazıram. Bu mənfi ilə daxil olacaq içəri. Müsbət olacaq. X müsbət olacaq. X kvadratı vurulsun. Və x-in qiymətinə mənfi olduğuna görə bunu nə edəcək? X kubu bir də mənfi. Vurulsun y üstü kvadrat. Bölünsün 5. Yəni burada şərtin x kiçikdir 0 şərti olanda ödəyir. Bu da olacaq mənfi kök altında x üstü 5. Mənfi y üstü 2 bölünsün 5. Bu cavabı ödəyəcək. Keçirik növbəti sualımıza. Bunu hesablamalıyıq. Bunu hesablamalıyıq. Ona görə buradan çıxadaq bunu. Yazıb deyir, çoxallısı bu ifadanın kubudur. Yəni bu ifadanın kubu. Bunu kuba yüksəlsəm bu eləcək. Deməli, b-nin yerinə nə var? 3 var. 2x plus b-nin kubudur. Axırda sərbəst hədd 27 isə b-nin yerində 3 yazaq. Birbaşa yazaq 3. İndi bunun kubu yüksəlir. Bunun kubu 8x'in kubu. Üstünə gəlsin 3 vursun. 2x'in kvadratı vursun 3 plus 3 vursun. 2x vursun. İkincinin kvadratı 9 plus 27. Bu belə olmalıdır. 8x'in kubu plus 3 üçün 9, 9 4'ün 36, 36x'in kvadratı plus 6 9'un 54x plus 27. Bunu açsam belə olacaq. Deməli, A1'imiz neçədir? 8. A2'miz neçədir? 36. A3'miz neçədir? 54. Və bunları cəmləyirik. Bu neçədir? 90, o da 8. Ümumi 98. Keçək növbəti sualımıza. Növbəti sualımızda deyir ki, neçənci idi bu? 23. 23'ə baxaq. 23'də nə deyir?
Divar saatının kəfkiri 12 dəqiqədə 624 rəqs edir. O yarım saat ərzində neçə dəfə rəqs edər? Deməli 12 dəqiqədə 624 rəqs edirsə, yarım saatda 30 dəqiqədə x rəqs edir. X bərabərdir 624-ü vururam 30-a, bölərəm 12-yə. İndi bu neçə olacaq? İxtisar da apara bilərsiniz. 624-ü vuraram 30-a, bölərəm 12-yə. Olacaq 1560. Bu qaydanı tapa bilərsiniz. Keçirik növbəti sual. Qaldı burada 2 sualımız. Bunu da hesablamalıyıq. Deyir ki, 2 rəqəmli ədədin rəqəmlərin cəminə böldükdə 2 rəqəmli rəqəmlərin cəminə böldükdə atamın qismətdə 6, qalıqda 3 alınır. Digər tərəfdən hasilinə böldükdə isə 2 rəqəmli ədədi x vurusunu y-ə böldükdə qismətdə 2, qalıqda 5 alınır. Bunu tapmaq üçün x, y-i tapanda 6-nı vururuq bölünənə, üstünə qalıq əlavə edirik. Burada da x, y tapanda belə yazarıq. 2x, y rəqəmləri hansını tapın? Üstünə 5 gəlir. Və bunlar bərabərdir. Görək, burada nəsə eləyə bilərik. Bunu birinci açaq. 6x plus x, y tapırıq. 6x plus 6y plus 3. Bunu yazdıq. Buradan da x, y tapdıq. 2x, y plus 5. Bunlar bərabər olmalıdır bir-birinə. İndi belə yoxlayaq. Burada nəsə alına bilməyəcək. 10x plus y bərabərdir 6x plus 6y plus 3. 12-dən 6x çıxdım, qaldı 4x plus minus 5y bərabərdir 3. Buradan da bunu yazarıq. 10x plus y bərabərdir 2xy plus 5. Və burada əvəzləməmizi yazaq. X bərabərdir 3 plus 5y bölünsün 4 olacaq. Gətirib yerinə yazarıq x-in. 3 plus 5y bölünsün 4 plus y plus 2 vurulsun 3 plus 5y bölünsün 4 vurulsun y plus 5. Buna hər tərəfini 4-ə vurarıq. Bu hasildir. 4-ə vursan 10 vurulsun 3 plus 5y plus 4-ə vursan 4y. Buradan da 4-ə vursam bu belə olacaq. 6 plus 5 10 y kvadratı plus 20. Burada bərabərlik var idi. Hanı be? Buradadır. Burada bərabərlik olmalıdır. Yazıram. 30 plus 50 y plus 4y 6 26 olacaq. 26 plus 10 y kvadratı. Olacaq 10 y kvadratı minus 54 y minus neçə olacaq? 26-dan 30 çıxanda 4 bərabərdir 0. Nəsə qarşılıq olmadı. Baxaq bir də. 10 3 plus 5y bölünsün. Qalıq neçə gördü? 3-üdür də. 5y bölünsün 4, 4-ə vurdum. 10, 30 plus 50y plus 4y bərabərdir 6y deyir burada. Y-ə vurmuşuq 6y. Onda bu düz olmayacaq. Bu olacaq. Birbaşa açaq. Deməli 30 plus 50 y plus 4y bərabərdir
6y plus 10y'nin kvadratı plus 20. 10y'nin kvadratından çıxaram 54'ü. 54'dən 6 48. 48y bir de minus 4 6. 6 bərabərdir 0. 20'dən 30 çıxanda 10 edir. 10 bərabərdir 0. Hər tərəfini 2'yə bölər. 5y'nin kvadratı minus 24y minus 5 bərabərdir 0. Bunun D1 nə yazaq? D1 bərabərdir. Bunun yarısı 144 üstünə gəlsin. 5 5'in 25 oldu 169. X1 bərabərdir. 12 bunun yarısı 12 plus 13 bölünsün 5. 12 üstü 13 neçə edir? 28 25 5. Y burada Y olmadı. Y. Bizə nə istəyir burada? Ödələr hansını tapan? 2 rəqəmlərdir. Bizə müsbət lazımdır. Y5 isə gətirib yerinə yazarıq burada. 3 plus 5 vursun 5 bölünsün 4 28 o da 7. Deməli x y nədir? 75'dir. Bunların hansını istəyir? 7 vursun 5 35. Bu qayda ilə rahat tapa bilərsiniz. Keçirik. Növbəti sualımıza baxırıq. Axırıncı sualımızda səhv eləmirəmsə. Bəli. Yəni burada yazaq axırıncıdırsa. İfadəni sadələşdirin. Deməli burada 2 vuruğu var. 2 vuruğu var. Bunun kökləri nədir? Bunu yazaq kökdə 15 vursun kökdə 3. Niyə yazdıq? Yəni bunların kvadratları cəmi 18 olmalıdır. Baxaq. Kök altında 15 plus kökdə 3'ün kvadratına baxaq. Açıq elə. Bunlar 15 plus 2 vursun kök altında 15 vursun 3 plus 3. Deməli doğru elədi. Bunun açılışı nədir? 15 plus kökdə 3'ün kvadratı kök altında. Bunlar hissələndi qaldı. Kökdə 15 plus kökdə 3. Cavab belə olmalıdır. Dərsimiz bu qədər. Sağ olun.